məqsəd var burada. Siz bilirsiniz ki, Ermənistanda da proseslərdə dəyişikliklər, Rusiya çox sərt şəkildə müdaxilə etmək istəyir. Burada Apostolun da Paşinyanla toqquşması məsələsi. Yəni biz keçən dəfə danışdıq, Paşinyan proyekti məncə bitibdir. Ona görə də bu əslində sizin o proqnozunuzu doğrulmaq üzrə gedir. Bəli, bitibdir. Ona görə də burada proses o həddə çatıb ki, burada maraqlar var da, düzdürmü? Amma bizim marağımızda deyil. Biz ümumiyyətlə ölkə olaraq, dövlət olaraq da həmişə şiddətin əleyhinə olmuşuq və bizə qarşı şiddət göstərilib həmişə. Həmişə bizə qarşı o şiddətlər olub və biz heç vaxt həmişə bütün məsələləri beynəlxalq hüquq normalarına uyğun, prinsiplərə uyğun və ləyaqətli şəkildə, ədalətli şəkildə həyata keçməyin tərəfdarı olmuş, keçirilməsinin tərəfdarı olmuş. Amma çox təəssüflər olsun ki, biz bunu görməmişik. Yəni bizim cənab prezidentimiz bir dəfə dedi ki, dünyadan ədalət gözləmirik. Yəni ki, həqiqətən biz ədalət gözləmişik, amma ədaləti görməmişik. O ədaləti özümüz bərpa eləmişik, özümüz üçün, öz gücümüzə, öz hərbi strategiyamızdan, öz diplomatik düşüncəmizlə onu eləmişik. Və bundan sonra təbii ki, o ölkələr bizə və biz dərhal olaraq da üzr istəyirəm, hadisəni pislədik biz. Dövlət olaraq hadisəni pislədik və biz yenə də öz mövqeyimizi ortaya qoyduq ki, həm bizim tarixi bağlılarımız var, köklərimiz var, biz qonşu, İranla qonşuyuq. 35 milyon Azərbaycanlı var. Bəli, orada Azərbaycanlı var, onlar da bizim, bilirsiniz, təbii ki, onların hüquqlarının qorunması həm də bizim deməli, dövlət olaraq Azərbaycan dövlətinin üzərində də bir az da olsa məsuliyyət var. Üstəgəl, digər ölkə ilə də bizim münasibət, hərbi strateji əməkdaşlığımız var. Və ona görə hər iki bu ölkələrin bizim üçün önəmli olduğuna görə bu ölkələrin arasında bu cür toqquşmaların olmağı təbii ki, bizim üçün maraq olaraq, dövlət marağı olaraq heç də uyğun deyil. Yəni ona görə də onların o